Herkese salam, mən Səbinə Sultanova, tarix müəllimiyəm. Bugün biz 2026-cı ilin din testindən Azərbaycan ərazisində dövlət qurumlarının yaranması, qədim dövlətlər haqqında olan testi işləyəcəyik. Tayfa ittifaqları və Manna İskit padşahlığı ilə başlayaq. Bu arada mən Instagram səhifəsindən məni izləyə bilərsiniz. Səbinə Sultan adlı xətt tarix səhifəsindən mənə yaza bilərsiniz. Ödənişli və ödənişsiz dərslər üçün müraciət edə bilərsiniz. Biz isə keçək suallarımıza. İlk sualımız Kutululu tayfaların oxşarlıq. Kiçik ərazilərin tamamilə fəth edən öz dövlətin ərazisinə qatmaları aid deyil. Bu Kutilərə aiddir. Şimal torpaqları olmayıb. İmmaşqun, Anubani hər ikisi Lullubilərə aiddir. Müstəqillik uğruna Assuriya ilə mübarizə aparmaları E bəndini götürəcəyim. Manna dövlətinin tarixinə aiddir. İskit ilə müttəfiq olub A bəndini götürürük. 3. Manna dövlətinin tarixinə aiddir. Midiya tərəfindən süquta uğradılmasını götürəcəyik. Daha sonra Həsənlidə tapıntılar. Həsənlidə tapıntılar Mannada metal işləmənin inkişafını göstərir. Eyni zamanda Ziviyədəki tapıntılar burada yenə də metal işləmənin inkişafını göstərir. Hər ikisi metaldan idi. İranzunun Assuriya ilə ittifaqa meyil göstərməyin əsas məqsədi öz torpaqlarının bütövlüyünü qorumaq idi. Urartuya qarşı güclü bir dost müttəfiq istəyirdi. Daha sonra İranzunun dövründə Mannada bəzi canişinlər Urartu ilə ittifaqa meyil göstərmək məqsədi o idi ki, mərkəzləşdirmə siyasətinə qarşı idilər. Öz müstəqil ərazilərində, öz ərazilərində müstəqil olmaq istəyirdilər. C bəndini götürürük. Azərbaycan ərazisində mövcud olan İskit şahlığına aiddir. Axşeri ilə ittifaq qurmuşdu. Bunu götürürük. C bəndini. 9. İskit şahlığı ilə Manna dövlətinin süqutunun oxşar cəhəti hər ikisi Midiya tərəfindən işğal edilmişdi. D variantını götürürük. Azərbaycan İskit şahlığı ilə Manna dövlətinə aid ümumi cəhət. Burada Quldar dövləti olmalarını götürürük B bəndi. Daha sonra Kimer, İskit, Sak tayfalarının Mannaya gəlişi nəticəsində Manna orduları güclənir və Manna Assuriya ilə ittifaqını pozur. İranzunun Manna tarixində oynadığı rol. Burada götürəcəyik. Urartunun işğal etdiyi torpaqları geri qaytarır və mərkəzləşmiş dövlət yaratır. D bəndini. Keçək 13-cü sualımıza. Midiya Manna dövləti üçün oxşar cəhət olmuşdu. Burada eyni əsrdə süqut etmələrini götürəcəyik. D variantını. Hər ikisi də eramızdan əvvəl 6-cı əsrdə süqut etmişdi. Eramızdan əvvəl 8 və eramızdan əvvəl 7-ci əsr Manna tarixi ilə bağlı oxşar cəhət. Demək 8-ci əsr 700-cü illərdir. Eramızdan əvvəl 700-lər. 7-ci əsr isə eramızdan əvvəl 600-cü illərdir. Həm 700-lərdə, həm 600-lərdə bilirsiniz ki, Assuriya hərbi yürüşünə məruz qalıb. Burada hələ 2-ci Sarqonun dövründə Mannaya yürüş olmuşdu. Ondan sonra başqa 650-ci ildə eramızdan əvvəl Aşurbanipalında Mannaya hücum olmuşdu. 15-ci suala keçək. Manna dövlətinin 8-ci əsrin ikinci yarısının tarixinə aiddir. Burada vilayətlərin canişinlər tərəfindən idarə olunmasını, İranzunun mərkəzləşdirmə siyasəti götürəcəyik. Manna dövlətinin 8-ci əsrin ikinci yarısı tarixinə aiddir. Yenə də burada vilayətlərin mərkəzə hakimiyyətə tabe olmasını götürürük. C variantını. Daha sonra Manna dövlətinin eramızdan əvvəl 740-719-cu ili bilirik ki, İranzunun dövrüdür. Burada Assuriya ilə müttəfiqliyi münasibətləri olmuşdur. B variantını götürürük.
Manna dövləti yenə eyni tarix Urartunun işğal etdiyi torpaqları geri qaytarmışdı. Assuriyanın köməyi ilə öz xarici siyasətini bu cür qurmuşdu. Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Medialara qarşı mübarizə aparmışdı. İlk əvvəl aparmışdı, hətta bir müddət həmin əraziləri tabe belə etmişdi. Daha sonra İranzunun hakimiyyəti illərinə aiddir. Canişinlər mərkəzəki asılılığına son qoyması. Bu cümlə əgər tabe etdiyini desəydi doğru olardı. Aşurbanipalın yürüyüşünə hələ 100 il var. Canişinlik hissəsini ləğv etməsi yox, onun əsasına qoyur. Urartu işğali Manna geri qaytarması D variantını götürəcəyik. 21-ci sual. İranzunun Urartu işğal etdiyi Manna torpaqlarını geri qaytardı. Assuriyanın Urartuya qarşı uğurlu müharibələrindən istifadə edərək. B variantı. Assuriya Manna yürüyüşünün ümumi nəticəsi nə oldu? Manna öz müstəqilliyini qoruyub saxladı. Burada elə A bəndini götürürük. 23-cü sual. Eramızdan əvvəl 6-cı əsrin əvvəllərində Manna dövlətinə aiddir. Müstəqilliyinə son qoyulmasını götürəcək. Eramızdan əvvəl 590-cı ildə Midian hücumu ilə Manna dövlətinin müstəqilliyinə son qoyulur. Eramızdan 719-cu il Uranzuya qarşı üsyan baş verərkən 2-ci Sarqon üsyançı şəhər və vilayətləri məğlub edir. Daha sonra Manna dövlətinə aid deyil. Assuriya dövlətinin süquta uğratması aid deyil. Assuriya dövlətinin Midiya dövləti süquta uğratmışdı. Manna dövlətinə aid deyil. Burada Şumer dastanlarına adının 2 dəfə rast gəlinməsi aid deyil. Şumer dastanlarında Mannanın deyil, başqa bir hökmlərin adı çəkilmişdi. Aratda hökmlərinin. 27-ci sualımız. Manna və Midiya tarixi üçün ümumi cəhət Assuriya dövlətinə qarşı mübarizə aparmışdılar. Bir müddət Mannada Midiya ilə birlikdə bunu etmişdi. Manna və İskit şahlığına aid ümumi cəhət eyni əsrdə süquta uğramaları Midiya dövləti tərəfindən. Verilən hər ikisi nəticəsi Urartu qüdrəti özünə gələ bilmədi. Manna vilayətlərini vahid mərkəz birləşdirərək qüdrətli dövlətə çevrildi. Burada biz 2-ci Sarqonun 714-cü il yürüyüşünü götürürük. İskit və Kimer tayfalarına aid ümumi cəhətdir. Burada E bəndini götürürük. Manna ərazisində məskunlaşmışdılar. Ondan sonra Ahşeri güclənir və Assuriya ilə müttəfiqlik əlaqələrini pozur. Eramızdan əvvəl 3-cü minilliyə aid deyil. Bu dövrə aid deyil. Turukkilərin Babil ərazisində məskunlaşması. Yenə də eramızdan əvvəl 3-cü minilliyə aid deyil. Burada Turukki Lullubi tayfaların Assuriyanın işğalçı siyasətinə qarşı çıxması. Manna hökmdarı İranzunun fəaliyyəti üçün xarakterik deyil. Canişinlik sistemini yaratmışdı. Assuriya dostluq münasibəti qurmuşdu. Mərkəzləşmə siyasəti yetirmişdi. Dövlətin əsasının qoyması İranzuya aid deyil. Daha sonra Manna dövləti aiddir. Burada aid olanı tapırıq. Burada Ahşerinin Assuriya ittifaqı pozmasını götürürük. Azərbaycanda yaranmış İskit şahlığına aiddir. Manna ilə müttəfiq olması, İskit şahını süquta uğradı. Manna dövlətinin süqut etdiyi əsrdə hər ikisi eyni əsrdə, eramızdan 6-cı əsrdə süqut edir. Manna dövlətinə aid deyil. Aid deyil Alan yürüşləri. Alan yürüşləri Atropatenə və Albaniyaya aiddir. Hələ ora çox var. Uyğunluq gözlənilmişdi. Eramızdan əvvəl 6-cı əsrin sonlarında müstəqilliyini itirmişdi. İskit şahlığı yox. Midiya dövləti burada uyğunluq gözlənilmişdi. Burada Assuriya dövləti ilə ittifaqı pozmuşdu Manna hökmdarı Ahşeri.
Eramızdan əvvəl 7-ci əsrin ortalarında Mannanın Aşur dövləti ilə münasibətlərin pozulmasının səbəbi nə idi? Burada biz yenə də bizdən Ahşerini soruşur, İskit şahlığı ilə müttəfiqlik qurur və Assuriya ilə ittifaqını pozur. Keçirik 40-cı sualımıza. Eramızdan əvvəl 7-ci əsrin birinci yarısı Mannanın güclənməsinin əsas səbəbləri nələr idi? Türk tayfaları, İskitlərin yəni ön Asiyadan gəlməsi, onun güclənməsinə, Assuriya münasibətin pozulmasına səbəb olur. 41-ci sual. Ahşerin hakimiyyət dövründə Manna tarixi üçün səciyyəvidir. Assuriya torpaqlarına hücum etməsi səciyyəvidir. Midiya dövlətinin eramızdan əvvəl 6-cı əsrin əvvəlləri tarixinə aiddir. Manna dövlətinin varlığına son qoyması. Baxın, burada C variantına yazıb İskit ağalığına son qoyması. Əgər desəydik İskit şahlığına son qoyması, o götürə bilərdik. Amma İskit ağalığına son qoyması artıq başqa bir mövzudur. İskitlərin Midiyada bir ağalıq dövrü olur. Ona son qoymaqdan bəhs eləyir. 43-cü sual. Bixi yazılar məlum olur ki, Ulusunun hakimiyyətinə gəlmə Urartu hökmdarı kömək etmişdi. Ulusunun Urartu yaxın Assur hökmü 2-ci Sarqona qəzəblən Mannaya qoşun yeridir. Bəli. Bəs nə baş verir? Bundan sonra Ulusunu məğlub olur və Assuriyanın ağalığını tanır. Assur hökmdarı 2-ci Sarqonda onu bağışlayır, yenidən taxta oturur. Manna dövləti quruluşu. Manna dövləti mərkəzləşmiş dövlət idi. Hökmdar idarə edirdi. Qədim Çinə və Mannaya aid ümumi cəhət nə idi? Hieroqlif yazılar. Hər iki dövlətdə də hieroqlif yazılardan istifadə edilmişdi. 46-cı sual. Qədim Misir və Mannaya aid ümumi cəhət nə olub? Yenə də hieroqlif yazılar götürəcəyik. D variantını. Həm Çin, həm Manna, həm də ki Misirdə hieroqlif yazılardan istifadə olunub. 47-ci sual. Daha əvvəl olmuşdu. Mannanın Midiyanın tərkibinə daxil eramızdan əvvəl 6-cı əsrin əvvəlləridir. Azərbaycan İskit şahlığının süqutu eyni dövrdür. İranzunun Mannaya mərkəzi hakimiyyəti tabe etməsi eramızdan əvvəl 8-ci əsrdir. Qavqamel döyüşü eramızdan əvvəl 4-cü əsr. 2-ci Sarqonun Mannaya yürüşü. Bu da eramızdan əvvəl 8-ci əsrdir. Burada biz mərkəzi hakimiyyət tabe edilməsindən götürəcəyik C variantını. Yenə 48-ci sual. Daha əvvəl olmuşdu. Urartu inşaat etdiyi Manna İranzu tərəfindən geri qaytarması. Bəli. İranzu dövrü daha əvvəl olmuşdu. Eramızdan əvvəl 719-cu ildə baş vermiş üsyanın səbəbi nə idi? İranzunu mərkəzləşdirmə siyasəti idi. Ona qarşı çıxan əyanlar idi, müstəqil olmaq istəyirdilər və buna görə də üsyan etmişlər. Eramızdan əvvəl 716-cı il Assuriya hökmü 2-ci Sarqon Mannaya yürüşünün səbəbi nə idi? Burada biz Ulusunun Urartu ilə yaxınlaşmasını götürürük. Bu dövrdə artıq İranzu ölmüşdü. Ondan sonra oğlu Aza gəlmişdi. Azanın da ölümündən sonra üsyanda Urartu'nun tərəfinə keçmişdi Ulusunu. Amma Sarqona buna qəzəblənir və hücuma keçir və bundan sonra Ulusunu Assuriyanın siyasi ağalığını tanıyır. Uyğunluq gözlənilmişdir. Manna dövlətini idarə edirdi hökmdar. O dövləti yaranmışdı 9-cu əsrdə. İşbaka ilə müttəfiq olub Ahşeri. Ulusunu və Ahşerin hakimiyyəti dövrünə aid oxşar cəhət. Assuriya ilə ittifaqdan üz döndərmələrini götürəcəyik. İranzu Uallinin fəaliyyətinə aid oxşar cəhət Assuriya ilə ittifaqda olmalarını götürürük. 54-cü sual. Uyğunluq pozulmuşdu. Dövlət qurumu yaratmışdı. Kutilər doğrudur. Manna dövləti xərac göndərir Assuriya xəzinəsinə doğrudur. Mannaya yürüş etdi. Urartu yox, Assuriya hökmdarı. Manna dövlətinin zəifləməsi əsas səbəblə İranzunu mərkəzləşdirmə siyasəti deyildi. Burada səhv olan
uyğunluq pozulmuşdur. D variantında Manna müttəfiqi ilə Assuriya hökmdarı doğrudur. Uyğunluq pozulmuşdur. 55-ci sual. Midiyanın dövlət müstəqilliyinə son qoyub Manna. Bu əksinə olmalı idi. Mannanın dövlət müstəqilliyinə son qoyub Midiya. Buna görə A variantını götürürük. Lullubi və Kuti dövlət qurumları tarixinə aid ümumi cəhət. Hər ikisi də Akkad dövlətinə qarşı mübarizə, onun işğalçılıq siyasətinə qarşı mübarizə aparmışdılar. Onların Şumerlərlə yaxşı əlaqələri vardı, lakin Akkadın işğalçılıq siyasətinə qarşı mübarizə aparırdılar. Yəni Lullubi, Kuti tayfalarına aid ümumi cəhət Mesopotamiya siyasi iqtisadi əlaqələr saxlamaları idi. Manna dövlətinin mövcudluğu dövründə baş vermişdir. Manna dövlətinin mövcudluğu dövründə baş verib Kimmer, İsket tayfaları ön Asiyaya yürüşü, hətta o ərazilərində məskunlaşırlar. Daha sonra Manna hökmdarı ulusun fəaliyyəti üçün xarakterik deyil. Xarakterik deyil. C variantını götürəcəyik. Urartu ilə uzun müddətli dostluğunu saxlaması xarakter deyil. Belə ki, onların dostluğu qısa müddətli olmuşdur. Sarqonun yenidən Mannaya hücumuna qədər. Manna hökmdarı ulusunun fəaliyyəti dövrü üçün xarakterik deyil. Aşurbanipalın yürüşü Ahşerinin dövründə olmuşdu, ulusunun deyil. Manna hökmdarı ulusun Ahşeri dövrlərinə aid ümumi cəhət paytaxtın Yadelilər tərəfindən dağıdılması hər ikisinin dövründə Assuriya hücuma keçmişdi və İzirtini tutub yandırmışdı. Manna hökmdarı ulusun Ahşerin dövrünə aid ümumi cəhət burada canişinlik sistemi mövcud idi. Yaratmaq İranzuya aid idi, amma hər ikisinin dövründə də canişinlik sistemi mövcud idi. Digərləri uyğun gəlmir. 63-cü sualımız. Manna hökmdarları ulusun Ahşer dövrlərinə aid ümumi cəhət. Hər ikisinin dövründə Assuriya hücumu olmuşdu. Manna, İranzu və ulusun dövrlərinə aid ümumi cəhət. Hər ikisinin dövründə ümumi cəhət. Midiya yox idi həmin vaxtı. İskit tayfaları gəlməmişdi. Buna görə Y variantı götürür. Mərkəzi hakimiyyətə qarşı çıxışlar baş verməsi. Manna hökmdarı Uallinin hakimiyyət dövrü, fəaliyyəti dövrü üçün xarakterik deyil. Uallinin dövründə dövlətin süquta etməsi Uallinin dövrünə aid deyil. Çünki Ualli Eramızdan və 7-ci əsrin ortalarında hakimiyyətə gəlmişdi Ahşerdən sonra, amma Manna dövləti Eramızdan və 6-cı əsrin sonlarında, əvvəllərində süqut etmişdi. Manna hökmdarları ulusun və Uallinin oxşar cəhətləri. Hər ikisi də Assuriya ittifaqı bərpa etmişlər. B variantını götürürük. Manna hökmdarları ulusun Ahşeri üçün oxşar cəhətləri. Hər ikisi də Assuriya ittifaqı pozmuşdu. Lakin Ahşerdən fərqli olaraq ulusun ittifaqı sonradan bərpa etmişdi. Ahşer isə üsyanda öldürülmüşdü. Ondan sonra Ualli gəlir və ittifaqı bərpa edir. Manna dövlətinə aiddir. Burada sadiq qalması Urartu ilə sadiq olmayıb. Selevki hökmü, Selevki o vaxt yox idi. Ahşerin dövründə ikinci Sarqon Aşurbanipalın yürüşü olur. Əhəmənilər dövləti də o vaxt hələ yox idi. Ona görə Y variantını götürürük. Əvvəlki illərdə itirilmiş torpaqların ulusun tərəfindən azad edilməsi aiddir. Çünki Assuriya ilə ittifaqı bərpa edir və Assuriyanın köməyi ilə torpaqlarını geri qaytarır.
Manna dövləti ulusuna və Ahşerinin dövrünə aid olanlar seçirik. Assur hökmü 2-ci Sargon ölkəyə yürüş etməsi. Sirdaqqa şəhrində müqavilə. Assuriya dövləti ilə ittifaqın tərəfdarlarının iştirakı ilə hakimiyyətdən uzaqlaşdırılması yox. Assur hökmdarı ulusun hakimiyyətini qəbul edir. Ahşeriyə aiddir. Urartu köməyi ilə hakimiyyətə gəlməsi yox. Burada Babil Midiyaya qarşı mübarizədə müttəfiq Assuriyaya kömək etməsi yox. Əksinə Babil və Midiyaya kömək edir Assuriyaya qarşı. İskit hökmdarı İşbaka ilə müttəfiq olur. Bu da doğrudur. Demək A, B, C götürürük D variantını. Verilənlər arasında hansı hökmlərə aid məlumat yoxdur? 70-ci sualdayıq. Əhəmənilər imperiyasını möhkəmləndirmək üçün 20 satraplığa böldü. Araz çayı sahili ilə masketlərdən öldürüldü. Fars hakiminin başlatdığı üsyan nəticəsində devrildi. İskit dövlətinə son qoyub Midiya dövlətinə birləşdi. Demək, burada ikinci Kir var. Araz çayı sahilində öldürülür. Astiaq Fars hakimiyyəti tərəfindən öldürülür. İskit dövlətinə son qoyub Midiyaya birləşir və satraplığa bölünür. Burada İşbakay haqqında məlumat yoxdur. 71-ci sual. Hadisə nəticə əlaqələri doğru verilmişdir. Demək, Uvalli hakimiyyətə gəldi. Hakimiyyət irsən keçməyə başladı. Bu İranzun dövründən olub. Demək, səhvdir. Manna Assuriya arasında Sirdaq müqaviləsi siyasi asılığına azad oldu. Doğru deyil. Aşurbanipal Mannaya hücum edir. Yerli hökmdar hakimiyyətinə qarşı üsyan baş verir. Bəli, Aşurbanipalın hücumundan sonra Ahşeriyə qarşı üsyan baş verir. C variantını götürürük. 72-ci sual hökmdarlar verib bizə 1, 2, 3 və onların fəaliyyətlərini tapmalıyıq. Burada Manna hökmdarı ilə müttəfiq olmuşdu. İşbakay olub. Hərfi yazaq burada. İşbakay. Midiyanı Assuriya əsarətindən azad etmişdi. Kaştariti. Qavqamə ilə döyüşündə məğlub olmuşdu. 3-cü Dara. Burada C variantını götürürük. Manna dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Burada götürürük ilk Olimpiya oyunları eramızdan və 8-ci əsr Manna dövlətinin mövcudluğu dövrünü ilə paralel şəkildə baş vermişdi. Keçək digər səhifəyə. Uyğunluğu müəyyən edin. Manna dövləti İranzu və ulusuna aiddir. İranzu mərkəzləşdirmə siyasəti aparır. Urartu'nun işğal etdiyi torpaqları geri qaytarıb. Dövlətin əsasını qoyub, yox, aid deyil. A, B. Burada 2 dənə varımızdır. Ulusuna aiddir. Assuriya ittifaqı bərpa edib. Doğrudur. Üsyan nəticəsi hakimiyyətinə son qoyulub. Yox, Sirdaqqa sövdələşməsi doğrudur. A, C. Burada C variantını götürürük. 75-ci sual. Yenə Manna dövləti Ahşeri və Uvalliyə aiddir. Ahşeri hakimiyyətin irsən keçməyə başlaması yox, əraziyə aiddir. Assuriya ittifaqın gücləndirməsi yox, pozulmuşdu ittifaq. Üsyan nəticəsində hakimiyyətinə son qoyulub. C götürürük. Burada 1-də C, ancaq burada D variantındadır. Uvalliyə də baxaq. İskitlərlə mübarizə aparmayıb. Assuriya ilə ittifaqı bərpa edib. 7-ci əsrin orta 650'lər doğrudur. B, C, D variantını götürürük. Səbəb nəticə əlaqələrin doğru verildiyi cavabı müəyyənləşdirin. Manna hücum, Manna dövlətin süquta uğraması yox.
Kimi İskəndər Urartu ilə ittifaqın pozulması yox. Assuriya ilə ittifaq pozulur. Aşurbanipal Manna Midiya əsarətdən düşməsi yox. İran Zağurluq Sıxarcı Manna dövləti müstəqilliyin qorxunub saxlanması, İskit Şahla müttəfiq olması, Midiya dövləti süqut etməsi. Burada D variantını götürürük. Uyğunluğu müəyyən edin. Manna dövləti eramızdan əvvəl 8-ci əsr, eramızdan əvvəl 7-ci əsr. 8-ci əsr 700-lərdir. 7-ci əsr isə 600-lərdir. Baxın, nələr baş verib 700-lərdə. İskit Şahlığı ittifaqın qurulması yox, Urartu işğalçı yürüşlərinə məruz qalması, mərkəzləşmə dövləti çevrilməsi. BC. İncə baxı 600-lərdə nə baş verib? Türk təfələ məskunlaşması, Assuriya Sirdaqqa müqaviləsinin bağlaması, Assur hökümdarı 3-cü Salman Asarın hücumu. Burada B, C, A olacaq. D variantı. Cədvəldə hansı hadisələrin yerini dəyişir xronoloji ardıcıllıq doğru olar? Kəksər Assuriya əleyhinə Babil dövləti ittifaq qurması, Midiya müstəqil dövləti çevrilməsi, Aşurbanipal hücumu, İskit ağalığına son qoyulması, Ahşerinin hakimiyyətə gəlməsi. Burada 1 və 5-ci hadisələrin yerində isə xronoloji ardıcıllıq doğru olar. Eyler-Venn diaqramına əsasən uyğun bədləri müəyyən edin. Arat dövlət qurumu, Lullubi dövlət qurumu və Kuti dövlət qurumu. Demək burada 79-cu sualımızda Ensi rütbəsi hökmdarı daşıyırdı. Ensi rütbəsi daşıyan hökmdar tərəfindən idarə edilirdi. Bu Aratda da olub. Bir də A yazırıq. Üsyan nəticəsində Mesopotamiya hakimiyyətindən son qoyulub Kutilərdə. Şumerlərlə iqtisadi əlaqələri olub hər üçünün. Anubaninin hakimiyyətlərində da qüvvətlərində Lullubilər. Suriya üzərinə hücumlar təşkil etmişdi. Həmin vaxtı Babil hələ yox idi bu dövlət qurumları mövcud ikən. 1A, 2D, 2D, 3B, 4C, D variantını götürürük. Kuti dövlət qurumu və Manna dövləti üçün ümumi cəhətləri müəyyən edin. Hər ikisi çox tanrıçı olmuşdular. Azərbaycan cənubunda mövcud olmuşdular. Kuti mərkəzləşməyib, eyni zamanda Kuti dövlət qurumunun dövründə Midiya dövləti mövcud deyildi. 81-ci sual. Lullubi Kuti dövlət qurumları üçün ümumi cəhət. Mesopotamiya ilə iqtisadi mədəni əlaqələri olub. Şimal torpaqlarında olmayıb, cənub torpaqlarında mövcud olublar. Cənub torpaqlarında mövcud olublar. Burada da qeyd edilib. Bu da Kutilərə aid 100 il hökmranlıq etməsi. Lullubilərə yox. Buna görə də burada da 1-3 olacaq. Burada da mən rəqəmi qeyd etmədim. İramızdan əvvəl 714-cü il 2-ci Sarqonun Mannaya hücumunun nəticəsi. Urartu qüdrəti sarsıldı. Bir daha üzünə gələ bilmədi. Müstəqilliyinə son qoyulmayıb. Urartu arasında bölüşdürülməyib. Urartuya işğal millətlər azad edildi. Doğrudur. 1-4. Manna hökmdarları ulusu Ahşerin hakimiyyəti dövrlərinə aid ümumi cəhəti müəyyən edin. Ulusunu və Ahşeri. Hər ikisinin dövründə. Demək belə. İskit dövləti ilə ittifaq qurulması ulusun dövründə İskit dövləti mövcud deyildi. Mərkəzi hakimiyyətə görə çıxışlar baş verib 2 və Assuriya hökmdarının hücumları 4. 2-4 götürürük. 84-cü sual. Bəs ondan dövrə aid xüsusiyyətlər müəyyən eramızdan 2-ci minilliyin sonları Assuriya dövləti yenində Urmiya gölü ətrafında
hücumlar edir. Turukyalı və Kudusu tayfaları Asuriya müstəqilliyi uğrunda mübarizə aparırdılar. Azərbaycan ərazisində vahid dövlət yox idi. Ayrı-ayrı tayfalar halında yaşayırdılar. 1 və 4. Manna dövlətin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Siyasi quruluşuna görə monarxiya idi. Manna monarxiya idi. 8-ci əsrdən İranzun dövründən irsən keçməyə başlayır. Quldarlıq üsyanının istehsal üsulunun mövcud olması bu da aiddir. Demək burada olur 1, 2, 3. (86-cı sual). Manna dövlətin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Qeyri-məhdud hökmdar hakimiyyəti 1. Hökmdar fərman feodal mənafeyinin qurulması. Feodalizm o vaxt yox idi. Vilayətlər hökmdar tərəfindən təyin olunan canişinlər idarə edirdi 3. Və İrsana 8-ci əsrdən keçməyə başlayır 4. 87-ci sual. Mannanın 7-ci əsrin birinci yarısına tarixi üçün xarakterikdir. Kimmer İskit tayfalar ərazisində məskunlaşması və 3. 88-ci sual. Mannanın eramızdan əvvəl 7-ci əsrin ikinci yarısı tarixi üçün səciyyəvidir. Uallinin ittifaqı bərpa etməsi 2 və 5. Midiya Babilə qarşı Asuriyaya köməkdir. Bu da onun daha sonra bu dövlətlər tərəfindən işğalına səbəb olur. 89-cu sual. Midiya eramızdan əvvəl 7-ci əsr tarixi üçün səciyyəvidir. İskit ağalığına son qoyulması 1. Asuriya əsarətindən azad olması 2. Və Babillə ittifaqa girir, Asur dövlətinə son qoyur. 90-cı sual. Midiyanın eramızdan və 7-ci əsrin tarixinə aiddir. Burada 2-ci Sarqon yox idi. Asuriyan tableyindən çıxır, müstəqil olur və İskit ağalığına son qoyur. Keçirik. Mövzumuz artıq bitmək üzrədir. İskitlərin eramızdan əvvəl 7-ci əsr tarixi üçün səciyyəvidir. Manna ərazisində məskunlaşıblar 1 və Midiyada ağalığa nail olurlar 3. 92-ci sual. Ardıcıllığı müəyyən edin. İskit şahlığının yaranması İranzun mərkəzində Manna dövrü süqutu. İlk öncə İranzun dövrü olur, sonra İskitlərin dövrü olur. İranzunun eramızdan əvvəl 8-ci əsr, sonra eramızdan əvvəl İskitlərin gəlişi 7-ci əsr. Daha sonra Manna dövrünün süqutu eramızdan əvvəl 6-cı əsrdə olmuşdu. Xronoloji ardıcıllıq. 93-cü sual. İskitlərin Azərbaycan arasında məskunlaşması, 2-ci Sarqondan yürüşü, Midiyanın süquta uğraması. Burada biz birinci götürücü Sarqonun yürüşü eramızdan əvvəl 8-ci əsrdə olmuşdu. İskitlərin məskunlaşması eramızdan əvvəl 7-ci əsrə aiddir. Midiyanın süqutu isə eramızdan əvvəl 6-cı əsrin ortalarına aiddir. Sonra 94-cü sual. Manna dövlətinin hökmdarlarına aid olanları seçirik. 1, 2 və 3. Paytaxt şəhərində baş vermiş üsyan nəticəsində öldürülmüşdü Ahşeri. Bunu artıq dəfələrlə bu videoda elə özündə qeyd etmişəm. 8-ci əsr, eramızdan əvvəl 8-ci əsr 30-cu illərində dövləti idarə etmişdir. İranzu
Sirdaqqa müqaviləsini bağlayıb ulusunu 2-ci Sarkon ilə eramızdan əvvəl 7-ci əsrin 50-ci illərin hakimiyyətə gəlmişdi. Yox, müəyyən müddət Urartu ilə müttəfiq olmuşdur ulusunu. 1B, 2CY, 3A. 95-ci sual. Yine 3 tane hükümlerimiz var. 1, 2, 3. İranzu ulusunu ve Ahşeri. Dövlətin paytaxtını İzurtu şəhərini köçürmüşdür. Canişinlik sistemini yaradıb İranzu. Dövlətin əsasını qoyub burada yoxdur. Eramızdan əvvəl 7-ci əsrin 70-ci illərində hakimiyyətdə olmuşdur. Sirdaqqa müqaviləsini bağlayıb ulusunu. Daha sonra uyğunluq müəyyən edir. İranzu ulusunu Ualli. Şu an Dahul şəhərində hakimiyyətlərin üsyan başlayıb. İranzunun dövründədir o. Baxaq digər tərəfdən nə verib bizə. Orada 3 hökümdarımız var idi. 1, 2, 3. Və İranzu birinci idi. Ona A bəndini yazırıq. Urartu hökümdarın köməyi ilə hakimiyyətə gəlmişdi. Ulusunu gəlmişdi. B. Və eramızdan və 7-ci əsrin 2-ci ölkəni idarə etmişdi. Ualli. C. Digərləri uyğun gəlmir. 97-ci sual və 98-ci sual. 97-ci sual. Yine İranzu ulusunu Ualli. Dövlətin ilk hükümdarı yoxdur burada. Hakimiyyət ilk vaxtlar Urartu ilə yaxınlaşmışdı. Ulusunu B variantı. Hakimiyyət dövründə Asur hökmündə Aşurbanipal dağıcı yürüyüşünə məruz qalmışdı. Burada Ahşerinin dövründə olmuşdu Aşurbanipalın yürüyüşü. Vilayətlər canişinlər tərəfindən idarə etməyə başladı İranzunun dövründə. 7-ci əsrin ortalarında hakimiyyətə gəlmişdi. Bu artıq Aşurbanipal yürüyüşündən sonraki dövrdə Ualli gəlmişdi. 1D, 2B, 3Y. 98-ci sual. Dövlət qurumlarını soruşur. Lullubi, Kutu, Aratda. Anubani Lullubilərə aiddir. Daş sütun abidəsi Lullubilərə aiddir. Şimal ərazisində yaranmış, heç biri yaranmayıb şimalda. Daha sonra dini idarələrə Maşmaş adlı rəhbərlik edilir. Aratda da idi bu. Akkad dövlətini süquta uğratmışdı Kutilər. 1AB, 2Y, 3D. Gələn test həllərində görüşmək üzərə.